Amerikada avtomobil idxalına tariflərin tətbiqi ilə bağlı gözləntilər fonunda General Motors, Hyundai Motor, Toyota Motor və Honda Motor şirkətlərinin satışları artıb. General Motors avtomobillərinin satışları yanvar-mart aylarında 17% artaraq 693.400 ədədə satıb və bu 2018-ci ildən bəri ilk rübün ən yaxşı göstəricisi hesab olunur. Şirkətin hər 4 brendi 2 rəqəmli artım tempi nümayiş etdirib. Məsələn, Chevrolet modelinin satışlarında 14%, Cadillac modelinin satışlarında 21%, Buick modellərinin satışlarında 39%, GMC modelinin satışlarında isə 18% artım qeydə alınıb. 2025-ci ilin ilk rübündə Hyundai avtomobillərinin satışları isə 10% artaraq yanvar-mart ayları üçün rekord göstəriciyə 203.600 ədədə satıb. Kia şirkətinin rüblük satışları da 11% artaraq 198.850 ədədə yüksəlib və birinci rübün rekordunu yeniləyib. Yaponiyanın avtomobil istehsalçısı Toyota yanvar-mart aylarında Amerikadakı satışlarını 1% artırmağa müvəffəq olub. Şirkətin lüks markalı Lexus avtomobillərinin satışı isə 14% artıb. Qeyd edək ki, bu həftə Vaşinqton Amerikaya idxal olunan avtomobillərə 25%lik rüsumların tətbiqinə başlayacaq.